Oktyabrın 16-sında Azərbaycan Dövlət Müstəqilliyinin bərpası günü münasibətilə Konstitusiya və Suverenlik ili çərçivəsində Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı və Qərbi Azərbaycan icmasının Ağcabədi rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələr düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və xalqımıza qələbə sevinci yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirib ki, Azərbaycan bir əsrdə 2 dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. Ulu öndərin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində strateji kursu bu gün onun layiqli davamçısı ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub. Çıxış edən Qərbi Azərbaycan icmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova, Ağcabədi rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Qarayev, 9 saylı ərazi partiya təşkilatının sədri Rizvan Quliyev və Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Aysel Ərzadə qeyd ediblər ki, Azərbaycanın müstəqilliyi, əbədiliyi və dönməzliyi müdrik siyasətçi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Tədbirdə rayon partiya təşkilatı tərəfindən rayonun ictimai siyasi həyatında fəaliyyətinə görə bir qrup partiya veteranına fəxri fərman və yubiley hədiyyələri təqdim edilib. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Gündüz sevindik Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.